Novxanı kəndindəki bu köhnə evdə balaca bir oğlan dünyaya göz açmışdı. Axund övladı idi. Taytuşları ilə kəndin dar küçələrində oynayardı. Həmin illərdə heç kimin ağlına belə gəlməzdi ki, Çar Rusiyasının tabeliyində sıxılan bu millətin gələcək xilaskarı məhz o olacaq. Heç kim təsəvvür edə bilməzdi ki, bu balaca oğlan böyüyəcək, bir gün quracağı ölkəyə Azərbaycan adını verəcək və heç kim inanmazdı ki, tam 60 ildən sonra o Almaniyaya qədər gedərək 70 min əsir həmyerlisini ölümün pəncəsindən qurtaracaq. Bəs kim idi Məmmədəmin Rəsulzadə? O bu tükənməz hörməti və liderlik qüdrətini necə qazanmışdı? 1884-cü ilin dondurucu yanvar günlərindən birində Novxanının sakit torpaq küçələrindəki o sadə həyətdə bir körpə qışqırığı ucaldı. Atası Axund Hacı Ələkbər sadəcə din xadimi deyil, dövrünün mütərəqqi, geniş dünya görüşünə malik, sənətkar ruhlu bir ziyalısı idi. Onun barmaqları yalnız təsbih çevirmirdi, o fövqəladə rəssamlıq qabiliyyətinə və göz oxşayan xəttatlıq bacarığına malik idi. Hacı Ələkbər Quranı öz əlləri ilə gecələr çıraq işığında böyük zövq və incəliklə vərəq-vərəq köçürmüş, bəzəmiş və Osmanlı Sultanı Sultan Əbdülhəmidə hədiyyə göndərmişdi. Sultanın heyran qaldığı bu nəfis əlyazma bugün də Diyarbəkir muzeyində incilər kimi qorunmaqdadır. Məhz belə bir incə sənətə, elmə və mənəviyyata dəyər verən evdə böyüyən balaca Məmmədəmin atası tərəfindən böyük bir gələcəyə hazırlanacağını hələ də bilmirdi. Atası özü dindar olsa da oğlunun işıqlı gələcəyini dünyəvi təhsildə görürdü. İbtidai təhsilini maarifpərvər ziyalımız Sultan Məcid Qənizadənin müdir olduğu 2-ci Rus-Tatar məktəbində alan Məmmədəmin daha sonra Bakı Texniki məktəbinə daxil oldu. Lakin dərsliklər, mühəndislik çertyojları və elmin soyuq divarları gənc Məmmədəminin içində alovlanan milli azadlıq atəşini söndürməyə bəs etmirdi. O, təhsilini yarıda saxlamalı oldu. Çünki Bakının neft qoxulu, tüstülü küçələrində Çar Rusiyasının məzlum xalqlara vurduğu ağır zəncirlərin səsi artıq onun qulaqlarında əks-səda verirdi. İmperiyanın amansız çarizm siyasətini daxildən öyrənmək, onun zəif damarlarını tutmaq üçün gənc Rəsulzadə hərəkətə keçdi. Azərbaycanda ilk sosial-demokratik yönümlü gənclər təşkilatı olan Hümmətin əsasını qoydu. O, Çar rejiminin soyuq zindanlarından, gizli polis şəbəkəsindən çəkinmədən imperiyanın mühitini təhlil edirdi. O dövrdə çoxları Rus təbəəsi olaraq qalmağı qəbul etdiyi halda Rəsulzadənin siyasi təfəkküründə misilsiz bir qırılma baş verirdi. O, Azərbaycan gerçəkliyini, Azərbaycan reallığını və milli kimliyini bu imperiya zülmətindən qoparıb ayırmağı qarşısına məqsəd qoymuşdu. Hələ 24 yaşında gənc bir dəliqanlı ikən ruhunun və şuurunun dərinliklərinə həkk etdiyi bir kəlam onun bütün gələcək həyatının kompası olacaqdı. O yazırdı, həmişə zillətdə qalmaqdansa bir dəfəlik ölmək yaxşıdır. O sürünə-sürünə yaşamağı, köləlik zəncirini boynunda gəzdirməyi əsla qəbul etmədi. Amma bu mübarizə yolu hamar deyildi. Azadlıq sevdası ona rahat həyat, xoşbəxt ailə güşəsinə imkan verməyəcəkdi. Onu ağrılı, acılı və məhrumiyyətlərlə dolu bir taleyin ağuşuna atacaqdı. Çar polisinin addım-addım izlədiyi 24 yaşlı Rəsulzadə üçün Bakı dar gəlirdi. Ya zindan, ya ölüm, ya da mühacirət. 1908-ci ildə o, imperiyanın təqiblərindən yaxasını qurtarmaq üçün cənuba, İrana üz tutmalı oldu. Lakin gənc Rəsulzadə bilmirdi ki, İranda onu gözləyən məşrutə inqilabı sadəcə bir başlanğıcdır. Qarşıda onu üç böyük imperiyanın çarpışdığı fırtınalı illər, mühacirət yolları və xalqının taleyini dəyişəcək böyük tarixi fəlakətlər və zəfərlər gözləyirdi. Çar polisinin təqiblərindən yayınaraq Cənubi Azərbaycana adlayan Rəsulzadə özünü tamamilə fərqli bir alovun ortasında tapdı. Burada Arazın o tayında məşrutə inqilabı alovlanırdı. Təbrizin, Tehranın küçələrində hürriyyət qışqırıqları ucalır, zülmə qarşı tayfalar, ziyalılar, fədailər ayağa qalxırdı. Rəsulzadə bu hərəkatın sadəcə müşahidəçisi olmadı. O, qısa müddətdə inqilabın ideoloji rəhbərlərindən birinə çevrildi. 1910-cu ildə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə çiyin-çiyinə verərək İran Demokratik Partiyasını yaratdı. Tehranda fars dilində nəşr etməyə başladığı İran Nov, yeni İran qəzeti ölkənin siyasi səmasında bomba kimi partladı. Onun qələmindən çıxan hər bir söz şah rejiminin bünövrəsini sarsıdırdı.
Rəsulzadə fövqəladə bir fenomen idi. O, üç böyük imperiyanın, Rusiya imperiyası, Qacar İranı və Osmanlı imperiyasının tam qovşağında yerləşən Qafqazın yetişdirdiyi nadir zəka idi. O, təkcə Azərbaycanlı ziyalı deyil, bütün Qafqazın gələcəyini düşünən bir mütəfəkkir kimi qəbul olunurdu. Bu üç imperiyanın hər birinin dilini, mədəniyyətini, daxili siyasi mexanizmlərini mükəmməl bilirdi. Amma onun ən böyük dühası onda idi ki, bu imperiyaların heç birinin təsiri altına düşmədi, heç birinin içində ərimədi. Əksinə, onların daxili ziddiyyətlərindən, tarixindən və siyasi mühitindən faydalanaraq Azərbaycan reallığını ortaya çıxarmağı, millətini bu imperiyaların pəncəsindən qoparıb müstəqil bir dövlətə doğru aparmağı bacardı. Lakin məşrutə hərəkatının məğlubiyyəti hər şeyi alt-üst etdi. İndi gənc Məmməd Əminin arxasınca təkcə İran hökuməti deyil, həm də Çar Rusiyasının gizli xəfiyyələri düşmüşdü. İki imperiya eyni anda 27 yaşlı bu gəncin ovuna çıxmışdı. 1911-ci ildə Rəsulzadə İranı tərk etməyə, Osmanlı imperiyasına, İstanbula pənah aparmağa məcbur oldu. Amma o heç vaxt taleyinə küsmədi. Sığınacaq axtaran bir qaçqın kimi yaşamadı. İstanbula ayaq basan kimi özündən əvvəl bura gəlmiş böyük mütəfəkkirlər Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu kimi nəhənglərlə əlaqə qurdu. Rəsulzadənin fikir dünyasının formalaşmasında böyük mütəfəkkirimiz Əli bəy Hüseynzadənin düsturu, türkləşmək, islamlaşmaq, müasirləşmək ideyası dərin iz buraxmışdı. İstanbulda türk ocaqlarına davam edən Rəsulzadə Türk Yurdu dərgisində silsilə məqalələrlə çıxış etməyə başladı. Osmanlı ziyalıları İran türklüyünü, Arazın hər iki tayında yaşayan Azərbaycanlıların acı taleyini, mədəniyyətini və azadlıq arzusunu məhz Məmməd Əmin Rəsulzadənin qələmindən tanıdılar. O, İstanbuldakı Azərbaycanlıları bir araya gətirdi, təşkilatlandırdı, jurnal nəşr etdi. Osmanlı ziyalıları və türk ocaqları onun nəşrlərinə kütləvi abunə yazılaraq bu gənc liderə arxalanırdılar. 4 il çəkən qürbət, həsrət və təqiblərdən sonra 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə Çar 2. Nikolay siyasi məhbuslar üçün əfv fərmanı imzaladı. 5 illik ayrılıqdan sonra Rəsulzadə nəhayət doğma vətənə, Bakıya qayıda bildi. Qayıdan kimi əmisi oğlu Məhəmməd Əli Rəsulzadə Tağı Nağıyev və Abbasqulu Kazımzadənin 1911-ci ildə təməlini qoyduğu Müsavat Partiyasının rəhbərliyini üzərinə götürdü. 1914-cü ildə hələ 1-ci Dünya müharibəsinin təzə başladığı, imperiyaların gücünün zirvəsində göründüyü bir vaxtda 28 yaşlı Rəsulzadə fövqəladə bir uzaqgörənliklə yazırdı. 20-ci əsr millətlər əsri olacaq. O xalqlar ki, gözünü açıb millət olduğunu dərk edəcək və öz dövlətini yaradacaq, onlar ayaqda qalacaqlar. Qalmayanlar isə parçalanıb başqalarının ayaqları altında əziləcəklər. Bu sadəcə bir proqnoz deyildi. Bu, gələcək Azərbaycan Respublikasının ideoloji təməl daşı idi. Rəsulzadə addım-addım Azərbaycançılıq ideologiyasını formalaşdırırdı. 1917-ci ilin fevralında Rusiyada inqilab baş verib Çar devriləndə çoxların nə edəcəyini bilmirdi. Amma Rəsulzadə bu imperiya çöküşünü böyük sevinclə qarşıladı. O başa düşürdü ki, tarix Azərbaycan xalqına öz müstəqil dövlətçiliyini bərpa etmək üçün 1000 ildə verilməyən misilsiz bir şans açır. Lakin o hələ də bilmirdi ki, bu tarixi şansı gerçəkləşdirərkən qarşıda onu həm Zaqafqaziya Seyminin fırtınaları, həm də Cumhuriyyətin qurulacağı o möhtəşəm 28 may günü gözləyir. 1918-ci ilin baharı Tiflisdə Qafqazın taleyinin həll olunduğu Zaqafqaziya Seymində gərgin günlərlə başladı. Mayın 26-sında Gürcülərin Seymdən çıxaraq öz müstəqilliklərini elan etməsi regionda böyük bir hakimiyyət boşluğu yaratdı. Mayın 27-sində Seymin Azərbaycanlı deputatları təcili toplanaraq Azərbaycan Milli Şurasını təsis etdilər və Məmməd Əmin Rəsulzadəni bu şuranın sədri seçdilər. Rəsulzadə həmin tarixi iclasda şəxsən iştirak edə bilmirdi. O, Batumda Osmanlı və Almaniya elçiləri ilə ağır, gərgin diplomatik danışıqlar aparır, qurulacaq yeni dövlətin siyasi gələcəyini təmin etməyə çalışırdı. Məhz onun liderliyi altında 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə olaraq respublika idarə etmə üsuluna söykənən demokratik,
dünyəvi bir dövlət Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Rəsulzadə fəxrlə yazırdı ki, digər türk və İslam dövlətləri əsasən dini təməl üzərində qərar tutduğu halda Azərbaycan Cümhuriyyəti müasir milli mədəni müstəqillik təməlinə Türk Milli Demokratik Dövlət Qurumu zəmininə əsaslanır. Bu, İslam və Şərq dünyasında tamamilə yeni bir səhifə idi. 1918-ci il dekabrın 7-sində Bakıda parlamentin təsis iclasını açan Rəsulzadə həyəcanlı və qürur dolu səslə salona xitab edirdi. Türk hürriyyəti, İslam mədəniyyəti və müasir Avropanın azadlıq ideyalarını təmsil edən bu üç rəngli bayraq daima başımız üstündə dalğalanacaqdır və elə oradaca əsrlər boyu nəsil-nəsil azadlıq sevərlərin dilində şüara çevriləcək o tarixi kəlamını hayqırdı. Bir kərə yüksələn bayraq bir daha enməz. Lakin tarixin saatı amansızcasına irəliləyirdi. Cümhuriyyətin cəmi 23 aylıq şərəfli ömrünün üzərinə şimaldan qara buludlar gəlirdi. 1920-ci il aprelin 26-sından 27-sinə keçən gecə Sovet Rusiyasının 11-ci Qırmızı Ordusu Azərbaycanın şimal sərhədlərini yararaq Bakıya doğru şütüdü. Aprelin 27-sində parlamentin gərgin və dramatik son iclası keçirildi. Bəzi deputatlar sosialist fraksiyası və satqın qüvvələr bolşeviklərin ultimatumu qarşısında boyun əyməyi, hakimiyyəti döyüşsüz təslim etməyi təklif edirdilər. Bolşevik təbliğatı yalan yaymışdı. Güya Rus ordusu Bakıda qalmayacaq, sadəcə Anadoluya, Mustafa Kemal Paşaya köməyə gedəcəkdi. Rəsulzadə parlamentin kürsüsünə qalxdı. Gözlərində qəzəb, səsində isə sarsılmaz bir qürur var idi. O, bu təhlükəli yalanı saniyələr içində darmadağın etdi. Bizdən soruşmadan sərhədimizi keçən hər hansı bir qüvvə dostumuz deyil, düşmənimizdir. Gələn Rus ordusudur. Anadolu imdadına gedəcək bəhanəsi ilə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir. O salonu sükuta qərq edən son cümlələrini ucaltdı. Bu ultimatumu qəbul etmək, hökuməti öz əli ilə dost qiyafəsinə bürünmüş düşmənə təslim etməkdir. Biz bura millətin iradə və arzusu ilə gəlmişik. Bizi buradan yalnız qüvvə və süngü çıxara bilər. Lakin təəssüf ki, xəyanət və imperiya süngüləri qalib gəldi. İclasdan sonra gecənin qaranlığında Müsavatın gənc fəalları Mirzəbəla Məmmədzadə və Əbdülvahab Yurdsevər Rəsulzadənin evinə gəldilər. Rəsulzadə onları təlimatlandırdı. Gizli mübarizə mərkəzinin yaradılması tapşırığını verdi. Onlar Cəfər Cabbarlının şəhər kənarındakı sadə evində toplaşaraq müqavimət şəbəkəsini qurdular. Cümhuriyyət devrilmişdi. Şərqin ilk demokratik bayrağı parlament binasından endirilmişdi. Rəsulzadə üçün isə həbs, gizli qaçışlar, zindan və Moskva sürgünü ilə başlayacaq məşəqqətli, faciəvi bir dövr start götürürdü. O, azad etdiyi vətənində artıq bir qanunsuz qaçaq idi. Aprel işğalından sonra Rəsulzadə bir müddət Lahıc qəsəbəsində gizlənməyə məcbur oldu. Lakin xüsusi şöbənin xəfiyyələri addım-addım iz sürürdü. Tezliklə o, həbs edilərək Bakıya, xüsusi şöbənin zindanı olan Pankratovun idarəsinə gətirildi. Ölümün kölgəsi hər an başının üstündə gəzirdi. Bolşeviklər Cümhuriyyətin qurucusunu güllələmək üçün fürsət axtarırdılar. Noyabr gecələrinin birində saat dəqiq 22:00-da kameranın dəmirdən olan ağır qapısı xırıltı ilə açıldı. Gözətçi soyuq səslə dilləndi. Yoldaş Rəsulzadə, arxamca gəlin. Gecə yarısı zindanda bu cür çağırışlar tək bir mənaya gəlirdi. Güllələnməyə aparılmaq. Rəsulzadə irəlidə, silahlı gözətçi isə onun arxasında dar, qaranlıq koridorlarda addımlayırdı. Onu 2 həftə əvvəl sorğu-sual edildiyi kabinetə gətirdilər. Otaqda Pankratovun yanında uca boylu, qırmızı ordu şinelində bir adam dayanıb ona diqqətlə baxırdı. Həmin şəxs 2 addım irəli gəlib əlini uzatdı. Yoldaş Rəsulzadə, tanıdınızmı? Stalin. Stalin Rəsulzadəni yaxşı tanıyırdı. 1905-ci ildə Bakıda Çar polisindən gizlənərkən Məmmədəmin onu Bayıl həbsxanasından qaçırmış, həyatını qurtarmışdı. İndi isə rol inversiyası yaşanırdı. Stalin gülümsəyərək dedi: "Buradakılar sizi rahat buraxmayacaqlar. Mən sizi azad edəcəm. Mənimlə Moskvaya gedəcəksiniz."
Bu bir xilas kimi görünsə də, əslində qızıl qəfəsə salınmaq idi. Stalin Rəsulzadəni güllələnməkdən xilas edib Moskvaya apardı. Çünki onun dühasından, xalq üzərindəki nüfuzundan Sovet rejiminin xeyrinə istifadə etmək istəyirdi. Moskvaya yola düşməzdən əvvəl Rəsulzadəyə ailəsi ilə son dəfə görüşmək imkanı verildi. Bu görüş onun Bakıdakı evində göz yaşları içində baş tutdu. Həyat yoldaşı Ümbülbanu xanım, qızları Lətifə, Xalidə və oğlu Rəsul onu dövrələmişdi. Həmçinin qucağında cəmi 2 aylıq bir körpəsi var idi. Rəsulzadə bu körpəni ilk dəfə görürdü. O, körpəsinin adını soruşdu. Ümbülbanu xanım Əli Heydər deyə cavab verəndə Rəsulzadə körpəni əli üstündə qaldırıb gözlərinin içinə baxaraq dedi: "Xeyr, bunun adı Azər olsun." O, ailəsini də özü ilə Moskvaya aparmaq istəyirdi. Lakin Ümbülbanu xanım 4 uşaqla naməlum gələcəyə, yad şəhərə getməyə cəsarət etmədi. Qatar stansiyasında ailəsi onu ağlaya-ağlaya yola saldı. Heç kim bilmirdi ki, bu bir daha kəsişməyəcək yolların son dayanacağı canlı halda son görüşdü. Moskvada qaldığı yarım il ərzində Stalin Rəsulzadəni sındırmaq, rejimlə əməkdaşlığa razı salmaq üçün hər yolu sınadı. Ona Şərq ölkələrini tədqiq edən elmi cəmiyyətin sədrliyini, Şərq Millətləri Kommunist Universitetində professor vəzifələrini təklif etdi. Lakin Rəsulzadə öz siyasi əqidəsinə, millətinə xəyanət etmədi. O sadəcə Şərq İlləri İnstitutunda fars və rus dillərindən dərslər deyir, kitabxanalarda elmi araşdırmalarla məşğul olurdu. Stalinin pəncəsindən qurtulmağının tək bir yolu var idi: qaçış. 1922-ci ilin yayında Rəsulzadə elmi ezamiyyət bəhanəsi ilə Sankt-Peterburqa getməyə müvəffəq oldu. Orada Tatar filosofu Musa Biqiyevin köməyi ilə dondurucu Finlandiya körfəzinin buzları və qaranlıq meşələri üzərindən həyatı bahasına Finlandiyaya keçdi. Helsingforddan Berlinə, oradan isə İstanbula keçdi. Stalin Rəsulzadənin qaçdığını biləndə qəzəbindən nə edəcəyini bilmədi. Rəsulzadə azadlıqda idi. Lakin onun Avropaya qaçışı ilə Bakıda qalan günahsız ailəsinin üzərində dəhşətli bir intiqam qılıncı sallanmağa başlayırdı. 1930-cu illərin sonlarında Avropa artıq böyük bir qan dənizinə yuvarlanırdı. İkinci Dünya müharibəsinin alovları bütün qitəni bürümüş nasist Almaniyası ilə Sovet imperiyası qarşı-qarşıya gəlmişdi. Rəsulzadə bu zaman Rumuniyada Türkiyənin Buxarestdəki səfiri Həmdullah Sübhi Tanrıövənin dəstəyi ilə yaşayırdı. Amma cəbhədən gələn xəbərlər onun yuxusunu ərşə çəkmişdi. Sovet ordusu sıralarında məcburi cəbhəyə sürünmüş minlərlə Azərbaycanlı gənc Almanlara əsir düşmüşdü. Nasistlərin əsir düşərgələrində, soyuq ölüm kamerasını əvəz edən konslagerlərdə və kütləvi güllələnmə poligonlarında dözülməz faciələr yaşanırdı. Alman əsirliyində düz 70 minə yaxın Azərbaycanlı ölüm növbəsini gözləyirdi. Onları hər an ya acılıq, ya xəstəlik, ya da nasist zabitlərinin qəfil gülləsi gözləyirdi. Rəsulzadə üçün bu sadəcə rəqəm deyildi. Bu, quracağı, xəyalını qurduğu müstəqil Azərbaycanın gələcək genofondu idi, gəncliyi idi. O, bir an belə tərəddüd etmədən təhlükənin tam mərkəzinə, Berlinə üst tutdu. Berlin soyuq bombardımanlar altında inləyən bir şəhər idi. Rəsulzadə burada Alman rəsmilərinin qapılarını tək-tək döyməyə başladı. Alfred Rosenbergin başçılıq etdiyi Şərq Nazirliyi və bu nazirlikdə Qafqaz şöbəsinə rəhbərlik edən Gerhard von Mende ilə son dərəcə çətin, gərgin diplomatiya mübarizəsinə girişdi. Nasist rejimi Rəsulzadədən sadəcə marionet kimi fəaliyyət göstərməyi, Alman bayrağı altında kör-köranə vuruşmağı tələb edirdi. Lakin Məmməd Əmin bəy öz prinsipiallığından bir addım da geri çəkilmədi. O, Almanlara açıqca bəyan etdi: "Bizim məqsədimiz Almaniyaya xidmət etmək deyil, Azərbaycanın müstəqilliyini bərpa etməkdir." Ağır danışıqlar nəticə verdi. Rəsulzadə 70 min Azərbaycanlı əsrin kütləvi qətliamdan, konslagerlərin dəhşətlərindən xilas edilməsinə nail oldu. Əsirlərdən milli legion birləşmələri formalaşdırıldı. Onlara insan kimi rəftar olunması təmin olundu. Hətta Berlində Azərbaycan adlı qəzetin nəşrinə əsirlərin mənəvi siyasi maariflənməsinə şərait yaradıldı. Lakin müharibə Sovet İttifaqının qələbəsi ilə başa çatanda daha dəhşətli bir təhlükə baş qaldırdı. Stalinin imzaladığı 271 saylı amansız əmr. Bu əmrə əsasən əsir düşmüş hər bir Sovet əskəri vətən xaini hesab olunur və geriyə SSR-yə qaytarılan kimi dərhal güllələnir və ya Sibir zindanlarına göndərilirdi. Rəsulzadə ikinci dəfə böyük xilas əməliyyatına başladı. O, müttəfiq
müttəfiq dövlətlərin, Avropa ölkələrinin və Türkiyə hökumətinin qapılarını döyərək bu insanların SSR-yə təhvil verilməsinin qarşısını almaq üçün çırpındı. Minlərlə Azərbaycanlı döyüşçünün Avropanın müxtəlif ölkələrində sığınacaq almasını təmin etdi. Təkcə 3000-dən çoxəsirin Türkiyəyə gətirilməsinə, orada yeni həyat qurmasına, məskunlaşmasına, şəxsi nüfuzu və yorulmaz mübarizəsi sayəsində nail oldu. O, özgələrinin övladlarını, minlərlə həmvətənini ölüm pəncəsindən, Stalinin cəlladlarından xilas etdi. Lakin tarixin amansız və acı ironiyasına baxın. Avropada 70 min həmvətənini xilas edən bu böyük lider Bakıda qoyub gəldiyi öz doğma qanından olan övladlarının, həyat yoldaşının göz görə-görə məhv edilməsinin qarşısını ala bilmirdi. Stalin onun qaçışının və əyilməzliyinin qisasını Bakıdakı ailəsindən çox ağır şəkildə alacaqdı. Rəsulzadə dayanmırdı. Avropa şəhərlərində istiqlal davasını yorulmadan sürdürür, jurnallar çıxarır, konfranslarda çıxış edirdi. Lakin gecələr tək tənha qaldığı soyuq otel otaqlarında qəlbini bir sual gəmirməkdə idi. Bakıdakı ailəm necədir? Sovet rejiminin dəmir pərdəsi arxasından xəbər almaq imkansız idi. O, illər sonra öyrənəcəkdi ki, Stalinin qanlı repressiya maşını 1937-ci ilin amansız məngənəsi onun ailəsini sözün həqiqi mənasında darmadağın edib. İlk zərbə Rəsulzadənin böyük oğlu Rəsula dəydi. 1937-ci ilin qara günlərində cəmi 19 yaşı olan gənc Rəsul Novxanıda həbs edildi. Xalq düşməninin oğlu olmaq onun tək günahı idi. Qısa sürən dəhşətli sorğu-sualdan sonra 19 yaşlı gənc sorğusuz sualsız güllələndi. Bu dəhşətin ardınca həmin ilin noyabrın 2-sində NKVD cəlladları Rəsulzadənin bütün ailəsini, həyat yoldaşı Ümmülvanı xanımı, qızlarını və qohumlarını həbs etdilər. Bir aya yaxın Bayıl həbsxanasının rütubətli soyuq kameralarında saxlandıqdan sonra onları heyvan vaqonlarına doldurub Qazaxıstanın dondurucu Çimkənd vilayətinə, Çalaqurğan adlanan kimsəsiz yerə sürgün etdilər. Bəxtiqara ana Ümbülbanu xanım oğlu Rəsulun güllələməsindən xəbərsiz idi. O hər gün gözü yollarda oğlunun yolunu gözləyir, onun soyuqdan donan əllərini isitmək xəyalı ilə yaşayırdı. Lakin oğlu niskilli sürgünün ağır məşəqqətləri və vətən həsrəti bu fədakar qadının zərif bədənini çox tab gətirməyə qoymadı. O, oğlunun adını pıçıldaya-pıçıldaya yad torpaqlarda gözlərini əbədi yumdu. Qızı Xalidənin taleyi isə daha böyük bir müəmmanın və faciənin içinə yuvarlandı. Müharibənin tüğyan etdiyi ağır illərdə sənədsiz, icazəsiz Bakıya gəlib çıxması bir möcüzə idi. Bir müddət Seyid Hüseynin evində xalası uşaqlarının yanında sığınacaq tapdı. Lakin Xalidə anladı ki, onun bu evdə qalması xalası ailəsini də ölümün pəncəsinə atacaq. Özü ilə gətirdiyi təzəcə dünyaya gəlmiş körpəsini qucağına alaraq doğmalarına xələl gəlməsin deyə gecə vaxtı ikən evi tərk etdi. Qaranlıq Bakı küçələrində addımlayan Xalidədən və onun körpəsindən bir daha heç kim xəbər ala bilmədi. Onlar tarixin qanlı burulğanında itkin düşdülər. Rəsulzadənin digər qızı Lətifə xanımın taleyi isə ürəkləri dağlayan bir dastan idi. Yoldaşı həbs edildikdən sonra 3 kiçik qızı ilə tək qalan Lətifəni 1941-ci il oktyabrın 5-də Qazaxstana, Semipalatinsk vilayətinin Balçar kəndinə sürgün etdilər. Lakin onun balaca qızı Sona ağır sətəlcəm olduğu üçün sanatoriyada yatırdı. Zavallı ana ağlaya-ağlaya, göz yaşları içində xəstə övladını qaynına tapşırıb, digər 2 qızı Firuzə və Eşvənlə sürgünə getməyə məcbur oldu. O, Sonanı son dəfə gördüyünü bilmirdi. Qazaxıstanın dondurucu, ayazlı çöllərində Lətifə xanım və 9 yaşlı balaca qızı Eşvən soyuqdan, acılıqdan və xəstəlikdən donaraq həyatla vidalaşdılar. İnsanlara hürriyyət, millətlərə istiqlaliyyət arzulayan Məmmədəmin Rəsulzadənin 32 yaşlı qızı və 9 yaşlı nəvəsi qərib ellərin buzlu torpağına tapşırıldı. Bakıda qalan balaca Sonanı isə əmisi sanatoriyadan götürənə qədər bir Rus zabiti övladlığa götürüb naməlum istiqamətə aparmışdı. Bu qanlı qadalı illərin dəhşətli tufanından Rəsulzadə ailəsindən yalnız 2 nəfər, qızı Firuzə və babasının adını daşıyan oğlu Azər sağ çıxa bildilər. Minlərlə insanı ölümdən xilas edən böyük lider öz evinin söndürülən çıraqlarını, məhv edilən övladlarını yalnız uzaqdan yanar ürəklə izləməyə məhkum
məhkum edilmişdi. İllər ötdü, müharibələr bitdi, xəritələr dəyişdi. Lakin Rəsulzadənin ruhundakı azadlıq atəşi bir an belə sönmədi. Ömrünün son illərini Türkiyənin paytaxtı Ankarada müalicə olunduğu Ankara Universitetinin Tibb Fakültəsi xəstəxanasında keçirdi. Yaşı 70-i haqlamışdı, sağlamlığı sarsılmış, fədakar bədəni illərin məşəqqətinə, ailə faciələrinə və vətən həsrətinə artıq tab gətirməkdə çətinlik çəkirdi. Lakin gözlərindəki o mübariz, sarsılmaz qığılcım hələ də sönməmişdi. 1953-cü ilin may ayı idi. Çanaqqala zəfərinin il dönümü münasibətilə Rəsulzadə Amerikanın Səsi radiosu vasitəsilə Azərbaycan xalqına tarixi müraciətini etdi. Radioda səslənən o gür, titrək və atəşin səs bütün dünyada səpələnmiş Azərbaycanlıların ürəyinə bir ümid məşəli kimi düşdü. O, dəmir pərdə arxasında inləyən millətinə xitabən deyirdi: bütün ümidsizliklərə rəğmən əminik ki, bir gün müstəqil Azərbaycan bərpa olunacaqdır. Bir kərə yüksələn bayraq bir daha enməz. Bu müraciət sadəcə bir çıxış deyildi. Bu, işğal altında olan bir xalqın ruhuna üfürülən diri bir nəfəs, gələcək nəsillərə vəsiyyət idi. 1955-ci il martın 6-sı Ankara qışın soyuğunu hələ üzərindən atmamışdı. Xəstəxana palatası sükuta qərq olmuşdu. Rəsulzadənin vəziyyəti kəskin pisləşmişdi. Şəkər xəstəliyi və ürək çatışmazlığı onun son taqətini də əlindən alırdı. Baş tərəfində sadiq dostları, mübarizə yoldaşları və həyatının son illərində ona dayaq olan ikinci həyat yoldaşı Vanda xanım var idi. Gecəyə doğru Rəsulzadə gözlərini yavaşca açdı, sayıqlayırdı. Lakin bu sayıqlamalar belə sıradan sözlər deyildi. O, son nəfəsində həyatla ölümün sərhəddində dayanarkən 3 dəfə ard-arda var gücü ilə eyni kəlməni pıçıldadı: Azərbaycan, Azərbaycan, Azərbaycan. Həmin gecə saat 22:50-də Şərqin ilk demokratik respublikasını quran dahi mütəfəkkir, əyilməz lider Məmmədəmin Rəsulzadə gözlərini əbədi yumdu. O, Ankaradakı əsri qəbirstanlığında dəfn olundu. Qəbri üstündə səpilən torpaq Ankara torpağı olsa da, ruhu doğma Xəzərin sahillərində, Bakının dumanlı səmasında pərvazlanırdı. Lakin onun hekayəsi orada bitmədi. Zaman Rəsulzadəni haqlı çıxardı. Stalinin qurduğu o vahiməli, yenilməz hesab edilən Sovet imperiyası cəmi 36 il sonra 1991-ci ildə darmadağın oldu. Bakıda parlament binası üzərində Rəsulzadənin 1918-ci ildə ucaltdığı o üç rəngli ay ulduzlu bayraq yenidən dalğalanmağa başladı. O, bir kərə yüksəlmişdi və bir daha enmədi. Məmmədəmin Rəsulzadə öz ömrünü vətən yolunda şam kimi əritdi. Ailəsi məhv edildi, övladları güllələndi, özü qürbətdə can verdi. Lakin o, arxasında ölməz bir ideologiya, bastırılması mümkün olmayan bir azadlıq ruhu buraxıb getdi. Bugün müstəqil Azərbaycanın səmasında dalğalanan hər bir bayraqda onun son pıçıltısı, onun sarsılmaz inamı və onun adı yaşayır. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.